Sərgi gecəsi Bakı şəhərinin mərkəzindəki tarixi qalereyada baş tuturdu. Tavandan sallanan zəif işıqlar divarlardakı sənət əsərlərini kölgə ilə qucaqlayırdı. Otaqda qəribə bir sakitlik vardı. İnsanlar fısıltı ilə danışır, şərablarını yudumlayır, əsərləri izləyərkən baxışlarında qarışıq duyğular gəzirdi. Hər rəsmdə bir acı, bir dərinlik, bir ölüm havası vardı. Sərginin əsas müəllifi, məşhur və sirli rəssam Emil Şirinzadə axşam boyu diqqət mərkəzində idi. Onun Son Nəfəslər adlı kolleksiyası tənqidçiləri heyran qoymuşdu. Hər əsər bir insanın ölümündən saniyələr əvvəl çəkilmiş kimi görünürdü. O qədər real idi ki, baxanların bəziləri başını çevirir, bəziləri isə göz yaşlarını saxlaya bilmirdi. Lakin gecənin ortasında qəribə bir hadisə baş verdi. Bir qadının bədəni, qonaqlardan biri olan incəsənət tarixçisi Aygün Əhmədova, qalereyanın arxa zalında ölü tapıldı. Otağın qapısı açıq idi, ətrafda heç bir qan izi yox idi. Sadəcə sanki yıxılmış, huşunu itirmiş kimi görünürdü. Amma dedektiv Orxan hadisə yerinə çatanda dərhal hiss etdi. Bu, sadəcə qəza deyildi. Qadının gözləri açıq idi. Baxışları boşluğa zillənmişdi. Amma qəribə şəkildə birbaşa qarşısındakı tabloya tuşlanmışdı. Tabloya yaxınlaşanda dedektiv ayaq saxladı. Tablo qeyri-adidir. Bir qadın əli ilə ağzını tutaraq qorxudan geri çəkilir, arxa planda isə bulanıq bir kölgə var. Qadının ölü vəziyyəti ilə tablodakı qadının pozası eyni idi. Sanki bu əsər onun ölümü anını əks etdirirdi. Dedektiv gecə boyu qalereyanı araşdırdı. Təhlükəsizlik kameraları qəribə şəkildə həmin zalı əhatə etmirdi. Rəssamın dediklərinə görə bu zal onun şəxsi zonası idi və orada sərbəstlik istəyirdi. Amma Orxan buna inanmadı. O hiss edirdi ki, bu ölüm əvvəlcədən planlaşdırılıb, təsadüf deyildi. Tablonun küncündə kiçik bir yazı diqqətini çəkdi. Əsərnar 13, qorxunun dəqiqəsi. Bu rəsmdən əvvəlki 12 əsəri incələyəndə dedektiv soyuq tər içində qaldı. Əsərlərdəki modellərin əksəriyyəti son illər müəmmalı şəkildə ölmüş şəxslər idi. Və onların ölümdən əvvəlki pozaları, ifadələri ilə tablodakı təsvirlər eyni idi. Bu bir xəritə idi. Emil öz qətlərini sənətə çevirirdi. Hər rəsm bir ölüm, hər ölüm bir sənət halına salınırdı. Orxan qalereyanın arxasında rəssamın emalatxanasına daxil oldu. Tozlu döşəmənin ortasında təzə boyanmış bir tablo dayanırdı. Hələ örtülməmişdi. Tərtəmiz, yaş boya qoxusu otağı bürümüşdü. Orxan örtüyü çəkdi və öz şəkli ilə üz-üzə gəldi. Rəssam onu da təsvir etmişdi. Eyni bu anki baxışı, gözdəki gərginlik, əlinin çənədəki duruşu. Əsərin altında yazılmışdı, son gələn. Dedektiv arxaya çevrildi. Emil sakitcə küncdə dayanmışdı. Üzündə nə təəccüb, nə qorxu, nə də günah hissi vardı. Sadəcə yavaşca fırçasını yerə qoydu. Və sanki bir tamaşanın pərdəsi bağlanırmış kimi işıqlar sönməyə başladı. Səhəri gün qəzetlərin manşetində bu yazılmışdı. Dahi rəssamın şok sirri ortaya çıxdı. Əsərləri real cinayətlərin vizual sübutudur. Lakin heç kim Emil Şirinzadənin harda olduğunu bilmədi. O yoxa çıxmışdı və onun son əsəri, dedektiv Orxanın rəsmi indi muzeydə sərgilənirdi.